Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 1979-1989-cu illərdə Parakənd Orta Məktəbində təhsil alıb. 1989-1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat İnformatika fakültəsində təhsil alıb. 1994-1995-ci illərdə təyinatla Şəmkir rayon Şehidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995-1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. 1998-1999-cu illərdə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən Bakı şəhərində fəaliyyət göstərən Vektor Beynəlxalq Elm Mərkəzində redaktor vəzifəsində çalışıb. Eyni zamanda 2002-2010-cu illərdə həmin mərkəzdə nəşr olunan Vektor Elm jurnalının redaktoru olub. 2005-2007-ci illərdə Dnepropetrovsk Milli Universitetinin Bakı filialında müəllim işləyib. 2007-2009-cu illərdə Respublika Təhsil Şurasında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2009-cu ildən Sabunçu rayonu 311 saylı orta məktəbdə ixtisası üzrə müəllim işləyib. 2010-cu ildən ziyalıların təbliği istiqamətində fəaliyyət göstərən Müəllim Sözü qəzetini, 2012-ci ildən isə Beynəlxalq Mir Cəlal Elmi Ədəbi mükafatını təsis edib. Eyni zamanda Müəllim Sözü qəzetinin baş redaktorudur. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi fəaliyyət göstərmiş, həmin universitetin doktorantı olmuşdur. İkinci tərtib differensial operator tənliqləri üçün bəzi sərhəd məsələləri adlı namizədlik dissertasiyası üzərində çalışır. Vahid Aslan fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə, həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurla fəaliyyət göstərib. Belə ki, o hələ 1993-1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Dərc olunan kitablarına və yaradıcı uğurlu fəaliyyətinə görə 2012-ci ilin may ayında prezident təqaüdünə layiq görülmüşdür. Qızıl Qələm, Vətən, Araz, Turan və sair ali ədəbi mükafatlarına, Böyük Zəfər, Milli Ordu 100 medallarına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə Azərbaycan ədəbiyyatını uğurla təmsil etmişdir. Şeirlərində mahnılar bəstələnmiş, əsərləri müxtəlif dillərə tərcümə olunaraq dünyanın 20-dən artıq ölkəsində nəşr olunmuşdu. 16 kitab, 4 monoqrafiya, 2 metodik vəsait və 400-dən artıq məqalənin müəllifidir. Rus dilindən bir sıra maraqlı ədəbi tərcümələr etmişdir. Onun ssenarisi əsasında Azərbaycan Dövlət Radiosunda Qarabağın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhid şairlər haqqında silsilə verilişlər efirə getmişdir. Xüsusilə onun şəhid şair Nizami Aydına ithaf etdiyi Nizami Aydın poeması oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdı. Gədəbəy rayonunun şəhidləri kitabının müəllifidir. Riyaziyyat və Poeziya adlı kitabı isə orta məktəblərdə riyaziyyat fənni üzrə tədbirlərin keçirilməsində metodik vəsait kimi istifadə olunur. Əkiz Ruhlar kitabı şeirlər toplusundan və poemadan ibarətdir. Bu poema şəhid şair Nizami Aydına həsr olunub və Nizami Aydın adlanır. Nizami Aydın bir şair kimi Gəncədə fəaliyyət göstərən İlham Ədəbi Birliyində dirçəlmişdir və onun püxtələşməsində hörmətli dramaturqumuz, yazıçımız Qərib Mehdinin böyük rol olmuşdur. Elə biz də Nizami Aydınla həmin İlham Ədəbi Birliyində tanış olmuşdur. Nizami 31 il yaşadı. Məsələ ondadır ki, mən kitabı onun üçün Əkiz Ruhlar adlandırdım ki, Nizaminin sevdiyi məşhur İspan şairi Federico Lorca da 31 il ömür sürüb və onların bu tali oxşarlığı məncə formallıqdan çox, həm də elə mahiyyət etibarilə bir tali oxşarlığına bənzəyir. Nizami şəhid olarkən, yanıb kül olarkən, onun cibində Lorcanın kitabı da yanıb kül olmuşdu. Və mən hesab elədim ki,
onların ruhları sanki yanan alov dilləri kimi fəzada birləşir və onlar əbədi olaraq bir şair kimi birləşirlər. O mənada bir qədər poetik olaraq və obrazlı şəkildə mən bu kitabın adını Əkiz Ruhlar adlandırdım. Onun üzərində kitablarınızı görürəm. Birinci kitabların Gədəbəy rayonunun şəhidləri, Gədəbəyə doğulan şairlər və Gədəbəydə doğulan şairlər. Mən bu kitabları göstərək. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq qələmə aldığınız bax bu kitab deyərdim ki, ən dəyərli kitablarınızdan biridir. Çünki şəhid haqqında olan kitab məlum məsələdir ki, ən dəyərlidən dəyərlidir. Kitabların hamısı dəyərlidir. Amma bax, qısaca bu kitab haqqında bir məlumat verərdiniz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzu eləyirəm. Və biraz öncə də qeyd olundu burada, biz bugün həm də qalib ölkənin vətəndaşları kimi çıxış edirik və nə xoş bizim halımıza. Şübhəsiz ki, bu qələbə belə başa gəlmədi. Əlbəttə, bu qələbənin memarı Ali Başkomandan Şanlı Ordu Xalq Birliyi idi, şübhəsiz ki. Və təbii ki, qələbə o zaman qazanılır ki, hər kəs üzərinə düşən məsuliyyəti hiss eləsin və hər kəs öz sahəsində doğulduğu eli üçün, torpağı üçün, vətəni üçün mümkün olanı eləsin. Bu zaman qələbələr olacaq və möhkəm dövlətçiliyimiz, möhkəm dövlətimiz olacaq. Düzdürmü? Vətəni hər kişi oğluna sevməyi öyrədə bilmir Vahid müəllim. Proqramımızın laf sonudur, buyurun. Deyirəm bir daha, yəni biz artıq bundan sonra işğal günlərini yox, işğaldan azad olan torpaqlarımızın dirçəliş gününü qeyd eləyəcəyik. İnşallah. Bundan sonra qələbə günümüzü qeyd, bu böyük qələbədir, bunun qədrini bilməliyik. Bunu biz möhkəm saxlamalıyıq əldə və bir şey də yer düşmüşəm qeyd edeyim ki, Nurana xanım, biz bu Gədəbəy rayonunun şəhidləri kitabını və Gədəbəy rayonunda doğulan şairlər kitabını Gədəbəyin bütün orta məktəblərinə verəcəyik. Nə üçün biz belə düşünürük? Bir məqamı da diqqətinizə çatdırım ki, əziz tamaşaçılarımız, siz bilirsiniz ki, Sabir müəllimlə biz Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləriyik və Abşeron rayon İcra Hakimiyyəti çox gözəl bir təşəbbüsə imza atıb. Deməli, Qarabağda bundan sonra tikiləcək, yaradılacaq kitabxanalara bir kitab toplama kampaniyası həyata keçirdir və bugün də bizim Vahid müəllim proqramdan əvvəl mənimlə danışdı və xeyli kitab gətirib. Bu kitabları məhz Abşeron rayon İcra Hakimiyyəti İctimai Şuraya təqdim etmək üçün gətirib. Bu kitablarınız inşallah, bax, Gədəbəydə doğulan şairlər kitabı inşallah Qarabağdakı kitabxanaların ən gözəl gülşəsində olacaq. Məmnuniyyətlə biz də şərəf duyduq ki, bizim yeni nəşrlərimiz gətirdiyiniz kitablara görə təşəkkür. Şuşa Milli Kitabxanasına gedəcək. İnşallah belə də olacaq. Bundan böyük təqarətçisi ola bilməz. Dediyim kimi, orta məktəblərə nə üçün biz bunu verəcəyik? Qoy, yenə də deyirəm, gənc nəsil məlumat alsın, informasiya alsın. Həqiqi tariximizi öyrənsin. Doğrudur. Onlar elə bir ruhda böyüsünlər ki, gələcəkdə istənilən an, necə deyərlər, istənilən düşmən qarşısında cavab verməyə layiq olsun. Tahir kimi döyüşə atıla bilsinlər. Təşəkkür edirəm. Minnətdaram sizə. Savaşlara an şahid, yaralara can şahid. Ya qazi ol, ya şəhid, həbəri yaşat ömrü. Sən bir qorxmaz oldun, vətən adlı yol oldun. Qələbədən doğuldun, təzədən başlat ömrü. Qıydın cavan yaşına, qıymadın yurt daşına, tarihi yazdaşına yazıldı Rəşad ömrü. Sağ olun. Yaşayır. Baxıram, gəlsinə də davam eləyək, buyurun. Bəli, söhbət poeziyadan düşdü. Bəli. Çox gözəl ağalar müəllim təsvir elədi. Ümumiyyətlə, kainatda qanadsız uçan
anlayışları var. Mesela deyək ki, quşun qanadı var, uçur və s. Amma işıq qanadsızdır, uçur. Elə nəğmə dediniz, nəğmənin özünün də qanadı yoxdur, uçur. Poeziya da qanadsız uçan varlıqlardan biridir. Doğru, bəli. Və sanki bu qanadsız uçan məxluq həmişə sonsuzluqda nə isə axtarır. Və poeziyanın sonsuz məkanda çatmaq istədiyi bir qüvvəni heç əslində poeziya özü də bilmir. Amma o sonsuzluğa can atır həmişə. Şairlər belə deyir ki, şairlər, əsl şairlər, tanrısı ilə pıçıldaşan adamlardır. Şeirdə vəhiy kimidir. Bəlkə də bir tərəfdən də belə də mistik mənada belə də yanaşmaq olar. Mənim də düşüncəmə görə bir qanadsız uçan varlıq olaraq poeziya sözlərdən şeir yaranırsa, şeirdən sonra gələn mərhələdir. Poeziya əgər həyəcanlandırmırsa, əgər kədərləndirmirsə, əgər heyrətləndirmirsə, deməli hələ şeir daha doğrusu heyrətləndirmirsə, kədərləndirmirsə, tamamilə doğrudur. Orada bir sirli qüvvə yoxdursa, hələ poeziya halına keçməyib deməli. Poeziya mənim anlamımda heyrətləndirən, kədərləndirən, görüşdürən, tənhalaşdıran, qəhərləndirən bir qanadsız uçan varlıqdır. Nə gözəl. Onu da təbii ki, anadan şair doğulanlar yaradır. Və bu anadan şair doğulanların da təməl nöqtəsi istedaddır və yenə də istedaddır. Özündən gəlibdi, Tanrı sözündən gəlibdi. Babam türkdü, şanlı Türkəm, insanlığın əzəlidir. Batı doğu özelidir, yaranışın gözəlidir. Babam türkdü, şanlı Türkəm, babam türkdü, şanlı Türkəm. Ağvun, Göytük, Avar, Xəzər, Qaraxanlı, Qəznəvilər, Altay, Sibir, Altun Əskər. Babam türkdü, şanlı Türkəm, Şəcarı-i Tərakimə, ünvanımdır Oğuznamə. Zaman özü bilir kiməm, babam türkdü, şanlı Türkəm, babam türkdü, şanlı Türkəm. Osmanlılar, Qızılbaşlar bir qızıl tarix yazmışlar. Alım açıq, adım aşkar, babam türkdü, şanlı Türkəm. Atatürk'üm çanak qalam, şöhrət qalam, şərəf qalam, qəhrəmanlıq tacı olan. Babam türkdü, şanlı Türkəm, babam türkdü, şanlı Türkəm. Altaylardan Balkanlara, tufanları yara yara, zəfərdən zəfərə varan. Babam türkdü, şanlı Türkəm, kan olubdu, kan olacaq. Can deyənə can olacaq, bir gündə Turan olacaq. Babam türkdü, şanlı Türkəm,
Babam Türk'tü şanlı Türkem. Babam Türk'tü şanlı Türkem. Babam Türk'tü